İrfan başqa bir məsələni də gündəmə gətirir. Deyir ki, qəlb ayna kimidir, güzgü kimidir. Qəlb sənin istəklərini, sənin niyyətlərini, sənin kimliyini göstərəcək. Doğrudan da belədir. Qəlb yəni ruh. Biz bir iş görəndə gözümüz ki filan kəslərin tərifində qalır. Gözümüz ki filan kəslərin əhsənində qalır. Və yaxud da kimlərinsə etdiyimiz əməlləri kimlərəsə göstəririk, kimlərəsə eşitdirmək istəyiriksə bunu istəyən ruhdur da, qəlbdir. Buna qəlb deyirik. Bu artıq bizə göstərdi. Nəyi göstərdi? Başa saldı ki, biz riyakarıq. Biz Allah üçün etmirik. Qəlb əgər qorxdusa bir şeydən, o sənə göstərdi ki, sən qorxaqsan. Qəlb hər şeyin sənin kimliyinin göstəricisidir qəlb. Sənin dünyaya necə yanaşmanı qəlbin göstərir. Ona görə də insan qəlbinə baxanda nəyin necə olduğunu bilir. Qəlb çox mühüm məsələdir. Dünya ilə təmasda sən nəyi istəsən, qəlbin sənə göstərəcək. Dünya ilə təmasda ondan hansı dərəcədə təsirlənməyə meylli olduğunu dünya sənə göstərəcək.